vəsf gəlir imamlar barədə. İndi biz hələ müzakirə edirik, imamlar məsumdur ya, yox. Məsumluq nədir? İmamlar üstündə yox, sən peyğəmbərlər. Bu nədir? Yox, artıq bu müzakirə olunmur. Artıq nə müzakirə olunur? İmam Allahdır ya, yox. İmam Allahın bir hissəsidir ya, yox. O xristiyanlarda necədir? Ki, ata, oğul, müqəddəs ruh üçlüyü ilə Allah məhfumu yaranıb. Eyni həmin şeydir. Onlar deyirlər ki, 14 məsum ilə Allah məhfumu yaranıb. Və bunu bu yaxınlarda yeri gəlmişkən müzakirəyə qoyublar. Öz aralarında müzakirə ediblər. Tələbələri, belə də bilənləri, yəni. Bir müzakirədə olub öz aralarında. Təxmini bir ay falan belə. Sonra necə olubsa müzakirə çıxıb çölə. Müzakirə mövzusu nə olsa yaxşıdır. Əli bəşərdir ya, yox. Azərbaycanda. Əli bəşərdir ya, yox. Müzakirəyə baxın ha. Müzakirənin nəticəsi yox, bəşər deyil. İmamlar əli başda olmaqla, orada biri etiraz edir, ona da deyirlər ki, sən şiə deyilsən. Sən şiə deyilsən. Get tövbə elə, gir şiəliyə, sən başa düşməmsə imamət nədir? Deyirlər ki, Allahın varlığı ilə birlikdə bunlar da əzəli olublar. Nədə ixtilaf ediblər? İxtilafları görəsən, bunlar da Allahın varlığı ilə birlikdə əzəli olublar, 14 məsum, Allahın varlığı ilə. Bəzilə deyib, hə, bəzilə deyib, yox. Məxluqdular, necə? Allah belə bu formada deyiblər. Deyiblər ki, məsələn, Allah Azza və Cəllənin adlarından birisi nədir? Əl-Xaliq, yaradan, düzdür? İndi biz deyəndə ki, Allah xaliqdir, yaradandır. Yəni, nəyi əhlüsünnə olaraq demirəm. Müsəlman olaraq. Sizə əhlüsünnə olursan, sufi nə olursa olsan, yəni şiə olma, belə deyək. Normal cavab nə olacaq? Allah xaliqdir, yaradandır. Yəni, nəyin yaradanı? Cavab, var olan hər şey. Var olan hər şey yaradan odur, qutardı. Elədir ya, yox. Onlardan bir qismi deyib ki, yox. O bizimkilərə aid deyil, tək. Həmçinin bu ərəb şiələri falan, alimləri. Yəni, mən ümumi ixtilafı deyirəm. Gör, nədə küfürdə ixtilaf edirlər. Başa, küfürdə ixtilaf ediblər ki, yəni, onlar bəziləri belə deyiblər. Deyiblər, Allah xaliqdir, nəyin? İki şeyin. Əli ilə Fatimənin, vəssalam. Allah Azza və Cəllənin varlıq aləmində yaratdıqları bunlardır. Ondan sonra bu kainatda insan, cin, mələk, löh-ü məhfuz, ərş, kürsü, bildiyin, bilmədiyin, ağlıva gələn, gəlməyən, nə varsa hər şeyin xaliqi kimdir? Fatimə ilə Əli. Sadəcə olaraq Allah Azza və Cəllə yaradıb Əli ilə Fatiməni və hər şeyi buraxıb onların öhdəsinə. Hər şey